Həcc ziyarətinə gedən zəvvarlarımız Ərəfat dağındadılar. Ziyarətçilər zöhr azanından şam namazına kimi Ərəfatda vüquf edəcək, namaz qılacaq, dualar edəcəklər. Onlar şam namazından sonra Ərəfatdan çıxıb Müzdəlifəyə yola düşəcəklər. Azərbaycan müsəlmanları olaraq cəm şəkildə ilk öncə ümumi müsəlman xalqımız üçün, vətəndaşlarımız üçün, millətimiz üçün dualar etmək özümüzə borc bilirik. Məxsusən də şəhidlərimizin ruhuna burada ilahi kəlamlar söylənilir. Hər bir zəvvar özlüyündə bu duaları eləyir. Öz Rəbbinin qarşısında məsuliyyətini hiss eləyir və könlündən keçən niyyətlərini dilinə gətirir. Bura çünki etiraf etmək çölüdür. Allah bütün zəvvarların niyyətlərini qəbul eləsin. Zəvvarlar reala açıqlamalarında bu səfərin yalnız bir ibadət deyil, həm də bir qəlb və ruh təmizlənməsi olduğunu bildirdilər. Həmçinin ziyarətçilər təşkilati işlərdən də razılıqlarını ifadə etdilər. Mən də 67 yaşım var, həccə gəlmişəm. Həcc çox yüksək səviyyədə təşkil olunub. Bu yüksək təşkil olunmasına görə biz Qafqaz Müsəlmanlar İdarəsinin rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. Hər bir qrup rəhbəri öz qrupun ziyarət edərkən qoymadı ki, bir qrupdan ayrılsın, onun bir problemi yaransın. Çox gözəl ziyarəti də təşkil eləndi. Ona görə mən bütün qrup rəhbərlərinə öz minnətdarlığımı bildirirəm. Bizim qrupumuzda şəhid anaları var, qazilər var. Şəhidlərimizi Allah rəhmət eləsin, qazilərimizin Allah canı səlamət eləsin. Biz bura gələndə başımızı dik tutmaqda, alnıyaçıq gəlməyimizdə qazilərimizə, şəhidlərimizə böyük hörmətimiz var. Bu vəziyyətdə bizi yaranmasında ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. Mən arzu edirəm ki, Azərbaycan xalqının hər biri bu həcc ziyarətinə iştirak eləməsini arzulayıram. İllərlə arzulayırdım ki, həcc ziyarətində olum. Nəhayət ki, arzuma çatdım. Gəlmişəm, bütün əməlləri layiqincə yerinə yetirdim. Kəbədə də əllərimi vurdum, Cənnətül Əsbəyə də, bütün ziyarətlər, namazlarımı qıldım. Qafqaz müsəlmanları çox, bizim o həcc çox gözəl bizə münasibəti var. Təşkilatına da çox xoşum gəlir. Təmizliyi, yeməyi, insanlara qarşı belə münasibəti, təşkilatı bizi çox qane eləyir və sevindirir. Allah qəbul eləsin. Arzusunda olanlara da arzulayardım ki, gəlib görsünlər, qismət olsun. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi bu il həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1250 kvota yeri ayırıb.